Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahi ve ala alihi ve sahbe ecmain. Esselamu aleyküm ve rahmetullah. İnşallah yorğun qəlblər və onların dirilməsinə aid mövzu zikr edəcəm. Ey mömin qardaşlar və bacılar, sizə öz nəfsimə Allah Azze ve Celle'dən qorxmağı, təqvanı tövsiyə edirəm. Çünki təqva qəlbin həyatıdır, onun nurudur, onun xilas səbəbidir. Qəlb düzəlsə, insan düzələr, qəlb xarab olsa, insan da xarab olar. Bugün danışacağımız mövzu yorğun qəlblər və onların dirilməsi mövzusudur. Elə bir mövzu ki, bu dövrdə insanların çoxu bu halı yaşayır. İnsan var ki, zahirdə güclü görünür, lakin daxilində qəlbi yorulmuşdur. İnsan var ki, malı var, işi var, ailəsi var, lakin qəlbində rahatlıq yoxdur. Bu hal yeni bir hal deyil. Bu hal insanın yaradıldığı gündən var və Allah-u Teala Quranda qəlblərin halını bizə izah etmişdir. Qəlbin rahatlığı Allahın zikrindədir. Allah-u Teala Quran-ı Kərimdə belə buyurur. Ələ bi zikrillahi tatmainu qulub. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Bu ayə qəlb mövzusunda ən böyük əsas ayələrdən biridir. Böyük təfsir alimi İbn Kəsir rahimullah bu ayənin təfsirində belə demişdir. Allah-u Teala xəbər verir ki, möminlərin qəlbləri yalnız Allahı xatırlamaqla rahatlıq tapar. Onlar Allahı zikr etdikcə qorxuları azalır, narahatlıqları aradan qalxır və qəlblərinə arxayınlıq nazil olur. Başqa böyük bir təfsir alimi İmam Qurtubi rahimullah bu ayənin təfsirində demişdir. Bu ayə göstərir ki, qəlbin əsl rahatlığı dünya nemətlərinə deyil, əsl rahatlıq yalnız Allahı tanımaqda, onu zikr etməkdə və ona yaxınlaşmaqdadır. Ey möminlər, bu ayə bizə açıq şəkildə göstərir ki, qəlbin rahatlığı pulda deyil, vəzifədə deyil, şöhrətdə deyil, insanların razılığında deyil. Qəlbin rahatlığı yalnız Allahı zikr etməkdədir. Zikr etməyən qəlb ölü qəlb kimidir. Bu ayəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi daha da açıqlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Allahı zikr edən ilə etməyən insanın misalı diri ilə ölünün misalı kimidir. Səhih Buxari. Böyük hədis alimi İbn Həcər Ələsqalani rahimehullah bu hədisin şərhində belə demişdir. Bu hədis zikrin qəlb üçün həyat mənbəyi olduğunu göstərir. Necə ki, ölü bədən hərəkət edə bilməz, zikirsiz qəlbdə xeyir işlərə yönələ bilməz. Sahabələr qəlb haqqında belə demişdir. Bu mövzuda sahabələrin dərin sözləri varid olmuşdur. Abdullah ibn Məsud radiyallahu demişdir. Qəlblərin baharı Qurandır. Bu sözün mənası odur ki, necə ki bahar gələndə torpaq dirilir, çiçək açır, Quran oxuduqda da qəlb dirilir. Başqa böyük sahabə Əli ibn Əbu Talib radiyallahu belə demişdir. Qəlblər yorulur, necə ki bədən də yorulur. Onları hikmətli sözlərlə rahatlandırın. Bu söz qəlbin yorulmasının təbii bir hal olduğunu göstərir. Tabein alimlərindən böyük zahid və alim Əli radiyallahu tələbəsi olan Həsən Əl-Bəsri rahimehullah belə demişdir. Ey Adəm oğlu, sən yalnız günlərdən ibarətsən. Hər gün keçdikcə səndən bir parça gedir. Bu söz qəlbin niyə yorulduğunu göstərir. Çünki insan zamanın keçdiyini hiss etdikcə narahat olur. O həmçinin belə demişdir. Qəlbin rahatlığını istəyirsənsə,
Allahla olan əlaqəni düzəlt. Böyük alim Süfyan Əs-Sövri rahimullah demişdir: Günah qəlbi zəiflədir, tövbə isə onu gücləndirir. Başqa böyük bir alim Fudeyl ibn İyad rahimullah demişdir: Əgər gecə qalxıb ibadət edə bilmirsənsə və gündüz oruç tutmaqda çətinlik çəkirsənsə, bil ki, günahların səni bağlamışdır. Bu söz qəlbin yorulmasının əsas səbəblərindən birini günah olduğunu açıq şəkildə göstərir. Qəlbin yorulmasının əsas səbəbləri: Ey mömin qardaş və bacılar, qəlbin yorulmasının səbəblərini bilməyən insan onun dərmanını tapa bilməz. Necə ki, həkim xəstəliyin səbəbini bilmədən dərman yaza bilməz. Eləcə də mömin qəlbinin xəstəliyini anlamadan onun müalicəsini tapa bilməz. Allah Azze və Cəllə Quran-ı Kərimdə belə buyurur: Kəllə bəl rənə alə qulubihum mən kənu yəksubun. Xeyr, onların qazandıqları günahlar qəlblərini örtmüşdür. Mütəffifun surəsi 14-cü ayə. Ayənin təfsiri böyük təfsir alimi İmam İbn Kəsir rahimallah bu ayənin təfsirində belə demişdir: Bu ayədə zikr olunan günahların qəlbin üzərində örtü kimi düşməsidir. Hər dəfə insan günah etdikdə qəlbin üzərinə qara bir nöqtə düşər. Əgər tövbə etməzsə, bu nöqtələr çoxalar və sonda qəlb tam örtülər. Başqa böyük bir təfsir alimi İmam Qurtubi rahimullah belə demişdir: Günahların çoxluğu qəlbi kör edər və onu haqqı görməkdən uzaqlaşdırar. Ey möminlər, bir insan deyə bilər: Niyə Quran oxuyanda təsirlənmirəm? Niyə ibadətdə rahatlıq hiss etmirəm? Niyə qəlbim daralır? Cavab çox vaxt budur: Günah qəlbi yorur və qəlbi örtür. Günahlar qəlbə necə təsir edir? Bu ayəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi daha da izah edir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Qul günah etdikdə qəlbində qara nöqtə yaranar. Əgər tövbə edərsə, bağışlanma diləyərsə, o silinər. Əgər günaha davam edərsə, o nöqtə böyüyər və qəlbi örtər. İmam Tirmizi rivayət etmişdir hədisi. Hədisi şərh edən böyük alim İbn Əl-Qayyim rahimullah bu hədis haqqında belə demişdir: Günah qəlbin nurunu azaldır, qəlbin gücünü zəiflədir. Qəlb zəiflədikcə insan ibadətə qarşı ağırlaşır, günaha qarşı meyl artır. Sahabələr bu mövzuda nəsihət etmişdir. Sahabələr qəlbin qorunmasına çox diqqət edirdilər. Əli ibn Əbu Talib radiyallahu belə demişdir: Günah qəlbi öldürər, tövbə isə dirilər. Başqa böyük sahabə Abdullah ibn Abbas radiyallahu demişdir: Yaxşı əməl qəlbdə nur yaradar, günah isə qəlbdə qaranlıq yaradar. Bu sözlər göstərir ki, qəlb canlı bir varlıq kimidir. O ya dirilir, ya da zəifləyir. Tabeinin alimlərinin böyük zahid Həsən Əl-Bəsri rahimullah demişdir: İnsan günah etdikcə qəlbi zəifləyər, tövbə etdikcə isə qəlbi güclənir. O həmçinin belə demişdir: Əgər qəlbinin sərt olduğunu hiss edirsənsə, bil ki, günahların nəticəsidir. Bu söz qəlbin sərtliyinin səbəbini açıq şəkildə göstərir. Böyük alim Fudeyl ibn İyad rahimullah belə demişdir: Əgər qəlbində qaranlıq hiss edirsənsə, günahlarını xatırla. Başqa alim Süfyan Əs-Sövri rahimullah belə demişdir: Mən bir günah etdikdə onun təsirini uzun müddət ibadətlərində hiss edirdim. Bu söz göstərir ki, salih insanlar günahın təsirini dərhal hiss edirdilər. Dünya sevgisi qəlbin ikinci böyük səbəbi.
Ey möminlər, qəlbin yorulmasının ikinci böyük səbəblərindən biri dünya sevgisinin həddindən artıq olmasıdır. Allah Azze ve Celle ayədə belə buyurur: Və mə'əl həyatud dünya illə mətəl qurur. Dünya həyatı yalnız aldadıcı bir nemətdir. Ali İmran surəsi 185-ci ayə. İmam İbn Kəsir rahimehullah bu ayənin təfsirində belə demişdir: Allahu Teala xəbər verir ki, dünya həyatı keçicidir və onun nemətləri qalıcı deyil. Ona bağlanan insan sonunda peşman olar. İmam Tabarani rahimehullah demişdir: Dünya insanı aldadar, lakin axirət həqiqi və qalıcıdır. Ey möminlər, dünya çoxaldıqca insan qayğıları artır. Mal çoxaldıqca qorxu artır. Vəzifə artdıqca məsuliyyət artır. Arzular çoxaldıqca narahatlıq artır. Peyğəmbər sallallahu aleyhi və səlləm dünya haqqında belə buyurmuşdur: Dünya mömin üçün zindan, kafir üçün isə cənnətdir. Səhih Müslim rivayət etmişdir hədisi. Böyük alim İmam Nəvəvi rahimehullah bu hədisin şərhində belə demişdir: Mömin üçün dünya məhdudiyyətlər yeridir. Çünki o, halal və haram sərhədlərinə riayət edir. Kafir üçün isə dünya geniş görünür. Çünki o sərhədsiz yaşayır. Sahabələrin dünya haqqında sözləri. Ömər ibn Xattab radiyallahu anh demişdir: Dünya sizin qəlbinizi tutmasın. Çünki o keçicidir. Əli ibn Əbu Talib radiyallahu anh belə demişdir: Kim dünyanı çox sevərsə, ahirətə qarşı kör olar. Həsən Əl-Basri rahimehullah belə demişdir: Dünya qəlbi yorar, ahirət isə onu dirildir. Böyük alim İbn Əl-Qayyim rahimehullah belə demişdir: Dünya sevgisi bütün günahların başıdır. O qəlbin yorulmasına əsas səbəblərindəndir. Başqa böyük bir alim İbn Teymiyyə rahimehullah belə demişdir: Kim dünyaya bağlanarsa, qəlbi narahat olar. Kim Allaha bağlanarsa, qəlbi rahat olar. Allah Azze ve Celle eşidib faydalanan qullardan etsin bizi. Amin. Esselamu Aleyküm ve Rahmetullah.